Efendim, değerli izləyiciləri, bugün sizə analog idarəetmə panelində olan sobalar haqqında məlumat vermək istəyirəm. Sobaların proqram sayları fərqli ola bilər. 6 proqramlı, 9 proqramlı ola bilər. Bu hal-hazırda qarşımızda olan sobada 9 proqramlıdır. Əsas bugün sizə izah edəcəyim hissə analog hissənin, proqram idarəetmənin necə istifadə olunması qaydasıdır. Burada gördüyümüz düymənin üzərinə nə sıxdıqda burada proqramların dəyişildiyini görürük. Burada ilk öncə biz bu düyməyi gətirib burada saatı ayarlayırıq. Normal günlük saatı ayarlayırıq, günlük saatı düzəldirik. Digərində birincidə qoşarkən burada start yazılıb üzərində. Start nə deməkdir? Yəni biz misal üçün hal-hazırda saat 12-dir. Biz saat istəyirik saat 3-də soba başlasın fəaliyyətə. Burada saat 3 rejimini düzəltdikdən sonra, saat 3-ün üzərinə gətirdikdən sonra OK düyməsini yenidən basanda soba həmin saatda fəaliyyətə başlayır. Digər ikinci rejimimiz stopdur. Stop rejimində isə istifadə misal üçün saat 3-də ya 4-də başlamağını istəyiriksə, neçədə bitməyini istəyiriksə, həmin dəqiqənin üzərində misal üçün 4-də başlamağını istəyiriksə, 5-in yarısına yarım saat işləməsi, 5-in yarısına qurub stop düyməsində yenə üzərində sıxdıqda həmin saatda fəaliyyətini dayandırır. Digər timer burada üçüncü rejimimiz isə üçüncü rejimimiz budilnik rejimidir. Burada isə budilnikdə istənilən dəqiqəyə üzərinə gətirib həmin dəqiqə üzərinə vurduqdan sonra həmin 10 dəqiqədən sonra misal üçün 10 dəqiqədən sonra bu budilnik xəbərdarlıq edib bizə məlumat verəcək. Bu qədər asan, yəni qeyri-adi bir funksionallıq yoxdur.